Salam çocuklar, bu videoda fizikadan ikinci şansı blok imtihanında karşınıza çıkabilecek 3 ayrı sual türüne bakacak. Sorular bir adım bir şekilde izah edeceğim ki sorular daha rahat ve daha taraflı bir şekilde başlayabilirsiniz. Bir hatırlatma daha edeyim ki eğer böyle videolardan devam edirsinizsə video beğenmeyi, kanala abone olmağı ve videolar şey yazmayı unutmayın. Bunu etməli mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Deməli ikinci bir sorumuzdan başa ideal reaks kontrolda yüklənmiş kondensatın boşalması zamanı T/8'də bir təyanda kondensat enerjisi başlanğıcdakı enerji hansı hissəsini təşkil edir? Bu otomatik üçün nə edirik? İlk öncə mən bura bir dənə qayda yazdırmışam. T/8'də bir təyanda W eşittir W max, yəni elektrik enerjisi maqnit enerjisinə bərabərdir. Bunu buradan bildik. Və mən bir yandan bilirəm ki W tam, yəni tam enerji nəyə bərabər? W eşittirdən W maqnitin cəbri cəmrinə. Bunu da buradan bildik. İndi W eşittir W maqnit, bunu buradan bildik. İndi mən burada nə edirəm? Mən burada W maqnitin yenə yazsam W elektrik olur belə kimi. W tam bərabər, deməli W elektrik olduğu kimi qalır. W maqnitin yerə W elektrik yazsam olur nə W elektrik? Olur belə kimi, deməli W tam bərabərdir. W elektrik toplayam olur neçə? 2W elektrik. Onda mən buradan W elektrik tapsam, deməli W elektrik bərabərdir. Deməli W tam bölsün 2. İndi bu ifadə indi burada qalsın. İndi mən bir yandan bilirəm ki, kondensator nəyinə xarakterizə olunur? Tutumla. Elə deyilmi? Biz də bilir ki, elektrik enerji düstur S kvadratı bölsün 2'dir. Ben de bilirəm ki, eğer kondensator tutumla xarakterizə olunursa və bu tutumda S kvadratı bölsün 2 düsturuna varsa və bu S kvadratı bölsün 2 elektrik enerji düstursa, ona kondensator enerjisində elektrik enerjisi deməkdir. Bunu buradan bildik. Bizə burada soruşur ki, kondensatorun enerjisi, yəni W elektrik, deməli başlanğıcdakı enerjini, yəni W tamın deyir hansı hissəsini təşkil edir. Hansı hissəsini təşkil edir soruşur. Deməli mən buna ikisini bir-birinə böləm. Onda olur belə ikimiş. Deməli W elektrik bölünsün W tam. O da bərabər. Deməli W elektrik olduğu kimi qalır. W tamın yerinə mən 2W elektrik yazıram. Olur nə? 2W elektrik. W elektriklər buradan ixtisara gedir. Qalır burada nə? Deməli 2-də 1. Onda belə ki, kondensatorun enerjisi, yəni W elektrik başlanğıc enerjini, yəni W tamın hansı hissəsini təşkil edir? 2-də 1 hissəsini təşkil edir. Bu da 0.5'e bərabərdir. Onda burada cavabımız nə olacaq? 0.5. Yəni B variantı olmuş olacaq. İkinci növbəti sualımıza. Sonraki sualımızda ikinci sualda 2 volt gərginliyə qədər yüklənmiş 0.2 mikrofarad tutumlu kondensator 0.1 Henry induktivliyə malik sarğacında qapanmışdır. Kondensator elektrik enerjisi sarğacın malik enerjisinə bərabər olananda kontroldakı cərəyan şiddətini hesablayın. Bu otomatik mən ikinci nə edim? Bizə deyir ki, burada bərabər olananda, yəni sarğacın malik enerjisi kondensatorun elektrik enerjisinə bərabər. Onu yazan belə kimmiş demək. W elektrik bərabər nəyə? W maqnitə. Bunu buradan bildim. İndi mən bir yandan bilirəm ki, W tam nəyə bərabərdir? W elektriklə W maqnitin cəmrinə. Bunu buradan bildim. İndi mən bu W maqnitin yerinə bu W maqnit bərabər W elektrik ifadəsini mən buraya yazdım. Olur belə ki, W tam bərabərdir. Deməli W, daha doğrusu mən burada W elektriki yerinə W maqnit ifadəsini yazsam, onda olacaq burada belə kimiş. Deməli, onda olacaq burada belə kimiş. Deməli W tam bərabərdir. W elektriki yenə yazsam W maqnit. W maqnit plus nə? W maqnit. Bunu buradan bildim. İndi buradan W tam nəyə bərabərdir? 2-nə W maqnitə. Bunu buradan bildim. İndi mən bilirəm ki, W tam bir yana nəyə bərabərdir? W elektrik, yəni elektrik enerjisi maksimal qiyməti. Mən bilirəm ki, elektrik enerjisi maksimal qiyməti S kvadrat bölsün 2 düsturuna hesablanır, amma burada maksimal olduğu üçün yazım yerinə maksimal. Bunu da buradan bildim. Onu yazsam belə kimiş. Deməli, S kvadratı bölünsün 2 maksimal bərabərdir. Deməli 2 vuraq. W maqnitin də düsturunu mən buraya yazsam, W maqnit də nəyə bərabərdir? I kvadratı bölünsün 2. Burada deməli I nədir? Kontroldakı ani cərəyan şiddəti. Bunu buradan bildim. Onda olur belə kimiş. I kvadratı bölünsün 2. Buradan 2-də ixtisar gedir, qalır nə? I'nin kvadratı. Bunu buradan bildim. Onda belə çıxır ki, SU kvadratı bölünsün 2 maksimal nəyə bərabərdir? I kvadratdan. 2 yoxdur burada təbii ki də. İndi mən buradan i'ni tapmış olsam, deməli olur belə kimi demək. i'ni tapanda kvadrat olduğu üçün olur nə kök altında. Deməli olur belə kimi. SU kvadratı deməli S kvadratı maksimal bölünsün nə? 2L. İndi mən buradan bir-birində hesablayacağım. İlk öncə S nə qədərdir? İlk öncə ona baxaq. Deməli S'yə burada baxaq. 0.2 mikrofarad. Deməli olur nə? 0.2 vuraq. Mikro nədir? 10⁻6. 10⁻6. Deməli voltsun nə? 10'un kvadratı. O nə qədər də baxır buradan? O'ya baxır buradan nə qədərdir? 2'dir. Deməli yeni yazılan nə? 2. Olur nə? 2'nin kvadratı. Deməli bölünsün 2 vuraq. L nə qədərdir buradan baxıram? Nə qədər buradan baxıram? Deməli 0.1 Henry. Yeni yazım 0.1 Henry. Deməli 2 vur 0.1, 0.2 bu 0.2 bu 0.2 getdi. 10⁻6-dan çıxanda 10⁻3. Deməli 10⁻3. Bunu buradan bildik. 2 kvadratdan çıxanda kökdən nə? 2. Buna buradan bildim. Onda cavabımız nə olur? 2 və 10⁻3. 10⁻3 də milli olduğu üçün olur nə? 2 milli. Cərəyan şiddətini burada tapdığımız üçün olur nə? 2 milli amper. Deməli cavabımız nə olacaq? 2 milli amper. Yəni buraya yazıram. I bərabərdir 2 milli amper. Buna olan variant buradadır. Baxır buradan.
Burada cevabımız olacaq nə? B variantı. Yəni 2 milliampere. İndiki növbəti sualımıza. Sonuncu sualımızda 3-cü sualda və ideal reaksiyonda kondensat elektrik enerjisi sadəcə maqnit enerjisinin 3 dəfə böyük olanda sadəcə cərəyanışına ani qiymətən hansı ifadə təyin olunur? Bunu həll etməyin iki üsulu var. Birinci üsul mən sizə ilk öncə deyim. Birinci üsul budur ki, bizə dediyi ki, burada kondensat elektrik enerjisi sadəcə maqnit enerjisinin 3 dəfə böyükdür. Onu yazan belə kimi W elektrik bərabər nəyə? 3W maqnitə. İndi mən buradan bilirəm ki, W tam nəyə bərabər? W tam W elektriklə, yəni elektrik enerjisi W maqnit, yəni maqnit enerjisinə bərabərdir. İndi W tam bərabərdir. Mən burada W elektrik yenə yazanda 3W maqnit olur. Belə kimi 3W maqnit plus nə? W maqnit. Bunu buradan bildim. Onda bəlkə ki W tam nəyə bərabərdir? 3W maqnit, W maqnit eləyir nə qədər? 4W maqnit. Bunu buradan bildik. İndi mən bir yandan bilirəm ki, W tam nəyə bərabərdir? W maqnitin maksimal enerjisinə. Mən də bilirəm ki, bu nəyə bərabərdir? Elektrik kvadratı bölünsün 2. Amma maksimal olduğu üçün yazan nə? Maksimal. Onda olur belə kimiş. Deməli, yazan bura nə? Deməli, elektrik kvadratı bölünsün 2. Maksimal bərabər nəyə? 4 vuraq. Mən də bilirəm ki, W maqnit, yəni maqnit enerjisinin nəyə bərabərdir? Li kvadratı bölünsün 2-yə. Yəni ADI. Onda olur belə kimiş. Deməli, Li kvadratı bölünsün 2. Mən də bilirəm ki, buradan 4 ilə 2 burada ixtisara gedir. Qalır burada nə? 2 Li kvadratı. Bunu buradan bildim. İndi mən buradan bilirəm ki, Li kvadratı bölünsün 2 maksimal burada nəyə bərabərdir? Deməli, bu ifadəyə bərabərdir. Olur nə? Deməli, 2 Li kvadratı. Buradan indi mən L'lər buradan ixtisara gedir. Qalır burada nə? Deməli, I kvadratı, deməli, olacaq belə kimiş. Deməli, I kvadratı maksimal bərabərdir. Bu nəyə bərabərdir? 2 vuraq. Bu 2i kvadratı. Yəni, o da bərabərdir. 2 vuraq. 2i kvadratı. Deməli, I kvadrat maksimal nəyə bərabərdir? Deməli, I kvadrat maksimal bərabərdir. Deməli, 2-ni vuran nəyə? 2i kvadratına olur belə kimiş. Deməli, 2 vuraq. Deməli, 2i kvadrat. Bunu buradan bildim. İndi bir yana mən bilirəm ki, deməli, I kvadrat maksimal nəyə bərabərdir? Buradan tapıram nəyə? 4i kvadratı. 4i kvadratı. Hər tərəfdən kök alsam, deməli, bunu kök altına alıram, bunu kök altına alıram. Deməli, bunu kök altına alıram. Olur belə kimiş. Deməli, I maksimal bərabərdir. 4-dən çıxır 2, I kvadrat çıxır I. Deməli, I buradan nəyə bərabər olmuş olacaq? I bərabərdir. Deməli, I maksimal 2 olan nisbəti. Yəni, I maksimal bölünsün 2. Bunun cavabımız burada nə olacaq? I bərabərdir. I maksimal bölünsün 2. I bərabərdir. I maksimal bölünsün 2. Nə var? İkinci usul da belədir. İkinci usul daha da rahat üsuldur. Bu tip məsələdə ümumiyyətlə nəyə baxırsınız? Əgər 3 dəfə çox deyirsə, nə edirsiniz? Bu 3-ün üstünə biri gəlib kökdən alırsınız. Deməli, 3-ün üstünə biri gəlib edir 4. Kök altı 4 olur. Kök altı 4-dən çıxır 2. Onda deməli, ani qiymət nəyə bərabərdir? I maksimalın 2 olan nisbətinə bərabərdir. Deməli, cavabımız olacaq nə? I bərabərdir. I maksimal bölünsün 2. Buna da olan variantı yenansı, yenə B variantı buradan. Daha sonra A variantı buradan olmuş olacaq. Yəni, cavabımız olacaq burada A variantı. Belki bu videoyu fizikadan ikinci as blok imtahanında qarşına çıxa biləcək 3 ay 3 saatına baxdı. Suala bir matematik bir şəkildə izah edib ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa bilərsiniz. Bir xatırlatma da edeyim ki, əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olasınız. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşənədək sağ olun, salamatçılıqla qalın.